Silahlı Qüvvələr Günü ərəfəsində sizlə bir xoş xəbər bölüşmək istəyirik. Gözümüz aydın. Əsgərlərimizlə hərbi xidmət müddətində əlaqə saxlamaq mümkün olacaq. Azərsel Müdafiə Nazirliyi ilə birgə əməkdaşlıqda Əskərsel tarifini istifadəyə verir. Azərsel və Müdafiə Nazirliyi birgə əməkdaşlıqda Əskərsel tarifini istifadəyə verir. Yeni təşəbbüs hərbi xidmət müddətində əsgərlərin ailə üzvləri və yaxınları ilə etibarlı və təhlükəsiz ünsiyyətini təmin edəcək. Ölkədə ilk dəfə təqdim olunan bu təklifdən yararlanmaq üçün əsgərlər xüsusi şərtlərlə fərdi cihaz və nömrəni hərbi hissələrdə yaradılmış müvəqqəti satış məntəqələrindən əldə edə bilərlər. Təklif çərçivəsində nömrələrdə onlar üçün nəzərdə tutulmuş tarif aktiv ediləcək. İnformasiya təhlükəsizliyi tələblərinə uyğun hazırlanmış xidmət əsgərlərə müəyyən olunmuş saatlarda ağ siyahıya əlavə etdikləri istənilən 5 nömrə ilə qarşılıqlı zənglər həyata keçirmək, həmçinin təcili çağırış nömrələri ilə əlaqə saxlamaq imkanı yaradacaq. Xüsusi təklif 1 iyul 2026-cı il tarixindən etibarən aktiv olacaq. Azərsel Telekom Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Silahlı Qüvvələrini təbrik edir və hərbiçilərə ehtiramını bildirir. Şərəflə və sədaqətlə xidmətinizdəyik.